Hər kəsə salam. Bugün Karate və Rafael Ağayev haqqında danışacağım. Yəni ki, uşaqlar, karate dedikdə ilk öncə ağla gələn təbii ki, Rafael Ağayev olur. Gəlin ilk öncə Rafael Ağayev haqqında danışaq. Rafael Ağayev kimdir, nəçidir, onun haqqında danışaq. Sonra son zamanlarda Rafael Ağayevin başına gələnlər haqqında danışacağıq. Yəni videonu izləyirsiniz, uşaqlar, o qədər əziyyət çəkmişəm montajında və digər işlərində, səs effektlərində, digər videodan olan problemləri də aradan qaldırmışam. Ona görə uşaqlar, siz də bu tip videolar istəyirsinizsə kanalımıza abunə olub, like, yorum atın ki, daha da bundan da yaxşı videolar gəlsin. İndi isə çox uzatmadan gəlin qısacası Rafael Ağayev kimdir, onun haqqında danışaq. Gəlin uşaqlar, qısacası Rafael Ağayev haqqında yazaq. Rafael Ağayev haqqında yazanca biz 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan karateçisidir. Qara brilyant da deyirlər hətta Rafael Ağayevə. 6 dəfə dünya çempionu və 11 dəfə Avropa çempionu olub. Burada görürsünüz, boyu 1.66-dır, çəkisi 74-dür və bir çox medallara sahibdir. Yəni, karate deyəndə ağla Rafael Ağayev gəlir. Yəni ağlımızda belə bir sual yaranır ki, yəni Rafael Ağayev niyə axır zamanlarda karatedən bezib, hətta xaricə köçməyə fikri almışdı. Yəni ağlımızda təbii ki, belə suallar yaranacaq. Yəni son zamanlarda özü də açıqlamalar vermişdi. Hətta səhv eləmirəmsə 1 ildir maaşını vermirdilər. İndi gəlin qısa da olsa, yəni onun haqqında açıqlamasını izləyək ki, ağlımızda olan sualları qismən də olsa ortadan qaldıraq. Əgər mən səbəb istəyirəm və mənim niyə maaşım kəsilib? Mən 1 ildir niyə maaş almıram? Orada müsahibədə oxumusunuz. Orada deyirlər ki, Rafaeli ilk növbədə biz baş məşqçi olmağı təklif elədik və bəzi səbəblərdən Rafaeli qəbul eləmədi. O səbəbləri açıqlasınlar, niyə qəbul eləmədim? Mən istəmirəm ki, Azərbaycan xalqına bütün ürəyimi, bütün canımı, bütün bildiyim karateni öyrədim gənclərimizə. Niyə istəmirəm ki? Və mən özümü tanıyandan mən dedim ki, idman kariyerimi qutarandan sonra əlimdən nə gəlirsə mən gənclərim üçün və karate üçün eləyəcəm. Karate yaşasın. Mənim çıxıb danışmağım, nəyisə açıqlamağım, mən pul davası eləmirəm. O vaxtları mənə təklif gəlmişdi, hansısa yığma komandanın baş məşqçi olmağa. Mən dedim ki, federasiyadan oturdum böyüklərlə. Yəni ki, federasiyada böyüklər var ki, yəni vitse-prezident və prezidentimiz var. Oturdum, danışdım, dedilər ki, səbr elə. Səbr elə. Səbr. Yəni qısacası görürsünüz, indi düzdür, bizim də bilmədiyimiz çox şeylər var. Yəni onu bilə də bilmərik. Yəni o vitse-prezident və karatenin prezidenti ilə danışıb. Yəni ki, onlar aralarında nə olub, onu da bizə dəqiq açıqlamasını bilə bilmərik. Ona görə də ki, uşaqlar, gəlin son dünən verdiyi açıqlamaya da baxaq, daha dəqiq hər şeyi başa düşək. Elə loru dildə desək, elə karatenin adı Ağayev Rafaeldir. Rafael Ağayev deyəndə karate deyilir, karate deyəndə Rafael Ağayev deyilir. Sözsüz ki, karate deyiləndə Rafael Ağayev çox deyilir. Amma mən dəyişməzdim. Belə səslənərək hə, gözəldir, amma ki, karate ilə karatedir. Rafael Ağayev də karatenin yanındadır. Və keyif, yəni növləri üzrə vitse-prezidentlikdən çıxsam da, bir gün olaraq prezident gəlsəm də, yəni ki, Rafael o demək deyil ki, Rafael karateni buraxdı getdi. Karate mənim həyatımdır. Karate mənim, necə deyirlər, hər bir şeyimdir. Və 99% insanlar bilir ki, qıraq insanlar yox, karateistlərin özü bilir ki, bax, 99% bilirlər ki, mən bildiyimi onlar bilmir. Qısacası gördüyümüz kimi, yəni onlar orada həyatdır və işdə və həyatda müəyyən problemlər ortaya gəlir və bu problemlərdə yəni hər şeyi buraxıb bir kənarda durmaq yaxşı ki, problem öz həllini tapsın. Yəni ki, inşallah yaxşı olar. Videomu bəyəndinizsə uşaqlar, kanalımıza abunə olub, burada bildirimlərin hamısını açıb, video like atıb yorum atmağı unutmayın ki, videonu bəyənsəz, yəni bu tip bundan da yaxşı videolar gələcək.